Salamlar, vaxtınız xeyir olsun. Mən Adgüzəl Lakşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, insan sevdiyi şəxsi, yəni zamanla tanıdığı şəxsi silməlimi, yoxsa onu yenidən qazanıb ailə qurmaq yolunda addımlamalımı? Bu nə deməkdir? İnsan bəzən olur ki, hər hansı bir sevdim dediyi şəxsi zamanla arada bir soyuqluqlar yaranır. Bu da adətən hər hansı bir xasiyyət dəyişkənliyimi, yoxsa fikir ayrılıqları mı kimi qeyd edə bilərik. Və nəticədə insanın və yaxud toplum halında insanların sevdiyi şəxs arasında ziddiyyətin, yəni konfliktlərin yaranmasına və o münasibətin bitməsinə gətirib çıxarır. Bəzən insan həqiqətən seçim arasında qalır. Doğrudanmı gələcək ailə həyatı quracaq şəxs bu insandırmı? Yoxsa sanki vaxt itkisidirmi? Belə hallarda insanlar adətən nə etməli və bu fikir ayrılıqlarına bir növ son qoymaq üçün hansı yollara əl atmalı? İnsanlar heç bir zaman yaşam həyatı boyunca illər əvvəldən bu günə kimi deyək, yəni məsələn götürək 10 il, 15 il, 20 il, yəni tam bəşəriyyətin müasirlik və ya müasir tipli həyatın formalaşması yolunda təxminən 10 il, 15 il götürək və bu ili sizə yəni götürüb nümunə kimi öz şəxsi həyatınıza təsir edib və müəyyən dəyişikliklər görə bilərsiniz. Məsələn nə? Heç zaman insanlar telefonda danışıqlar zamanı istər səsli, istər görüntülü, istər mesajlaşma ünsürlərindən bir-birlərini tam olaraq anlaya bilməyəcəklər. Bu nə deməkdir? Bəzən insanlar düşünür ki, əşi görüşüb söhbət edərik nə vaxtsa, bugün keçsin, sabah da keçsin və bir də baxırsan ki, artıq 6 ay, 7 ay olub və 1 ilə çatıb. Sanki telefon danışıqlarından kifayət edir. Bir məsələ var, gözdən iraq olan könüldən də uzaq olar. İnsan istənilən hər hansı bir münaqişə, hər hansı bir sevgi, hər hansı bir söhbət, dərdləşmək, əksər şeyləri üz-üzə, yəni tet-a-tet deyir. Buna üz-üzə və ya rusca, Azərbaycan dilində bir-birlərindən oturub bu kimi söhbətləri aparmadılarsa və hər hansı bir məsələnin həllində bir qərara gəlmədilərsə və yaxud düşünüb bir qərar vermədilərsə, onlar heç bir zaman istənilən bir problemin həllini tapa bilməyəcəklər və yaxud tam olaraq bir-birinə güvənə bilməyəcəklər. Ona görə mütləq şəkildə bir-birləri ilə bir-birlərinin üzlərini, əyani hər hansı bir məkanda oturub söhbət edərək bu problemin ancaq həlli yolunu tapa bilərlər. Saatlarla, aylarla, illərlə uzaqdan uzağa edilən hər hansı bir söhbət bir dəfə qarşı-qarşı edilən söhbətdən tərəziyə qoyulsa, 100 dəfə otur uzaqdan danış, 1 dəfə otur görüş danış, eynidir. Hətta bir dəfədən də o 100 dəfə daha azdır. Demək, insanlar hər zaman bir-birlərini anlamaq və bir-birlərini başa düşmək üçün daim olaraq, qarşı-qarşı olaraq hər hansı bir söhbəti aparmalıdırlar və fikirlərini bölüşüb, əgər bir-birinə dəstək olacaqlarsa, yox əgər ayrılacaqlarsa, yox əgər sevgilərini daha da bir-birinə bağlayacaqlarsa, ancaq qarşı-qarşıya olub məsələlərin həlli. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsinə yaza bilərsiniz və yaxud hər hansı bir fikriniz olduğu təqdirdə onu da qeyd edə bilərsiniz.